Arıyordu. Ben agrovlayım. Ninç aşağı çıkarsa mısın Starbuck? Şat uzguşelik. Polka keçdi, çabuk. Çek araq verin. Siz fırlatsa gelek verebilir. Baxdıq ki, ermənilər var. Səhər-səhər saat 6-7 səhər üzrə hava açılan vaxtıdır. İsrailiyə sahib deyir ki, deyir, bilirsən də, dediyi sözü deyirəm, bu əməliyyat o əməliyyatlardan deyil. Bu tapşırıq çox ağır tapşırıqdır. Burada artıq ayın neçəsidir təxmini? Artıq hardasa oktyabrın 29-u, 30-u bu ərəfələrdir. Dəstə komandirindən növbəti tapşırıq verildi Qarabulaq istiqamətində. Həm orada bir 10-15-ə yaxın evlər var ki, o evlər arama-tarama olunmalıdır. O evlərin arxasında yüksəkli var. O yüksəkli ələ keçirilməlidir ki, o yüksəklinin də arxasında torpaq yol gedir Şuşaya. Komandir tərəfindən tapşırıq gəldi ki, 14-15 nəfər o yüksəkli istiqamətinə hərəkətə başlasın. Yarı Naxçıvan xüsusiyyətlərinin olsun, yarı da bizim qüvvələrdən. 7 nəfər, bir də mən özüm, Gözəlov, Feyzullah Polad vardı, dəstə qrup komandiri. O da öz heyəti ilə biz birgə həmən fəaliyyət üzrə hərəkətə başladıq. Və gəldik evləri arama-tarama elədik. Baxdıq ki, ermənilər var. Səhər-səhər saat 6-7 səhər üzrə hava açılan vaxtıdır. İsrailiyə sahib deyir ki, deyir, bilirsən də, dediyi sözü deyirəm, bu əməliyyat o əməliyyatlardan deyil. Bu tapşırıq çox ağır tapşırıq. Növbəti tapşırıq verildi Qarabulaq istiqamətində. Həm orada bir 10-15-ə yaxın evlər var ki, o evlər arama-tarama olunmalıdır. O evlərin arxasında yüksəkli var. O yüksəkli ələ keçirilməlidir ki, o yüksəklinin də arxasında torpaq yol gedir Şuşaya. Komandir tərəfindən tapşırıq gəldi ki, 14-15 nəfər o yüksəkli istiqamətinə hərəkətə başlasın. Yarı Naxçıvan xüsusiyyətlərinin olsun, yarı da bizim qüvvələrdən. 7 nəfər, bir də mən özüm, Gözəlov, Feyzullah Polad vardı, dəstə qrup komandiri. O da öz heyəti ilə biz birgə həmən fəaliyyət üzrə hərəkətə başladıq. Və gəldik evləri arama-tarama elədik. Yüksəkli, elə bil ki, ətək hissəsində yüksəkliyə yaxınlaşdı. Yüksəkliyə yaxınlaşan vaxtda bir 25-30 metr məsafədə açıq bir yer var. Tamamilə açıqdır da. Biz oranı strajlarla icra etdik. Bir-bir strajlarla oranı icra etdik, o açığı keçdik və gəldik yüksəkliyin ətrafında. Baxdıq ki, ermənilər var. Baxdıq, ermənilər var. Bizim sayımıza görə bizdən çoxdurlar. Biz bura girsək, itkimiz daha çox olar. Bunun üçün qərara gəldi ki, biz bura gecə, ancaq və ancaq gecə səssiz şəkildə yaxınlaşıb bunları məhv etməliyik. Geri qayıdan vaxtı ki, onlardan 300-400 metr biz geri qayıdaq, meşədən mövqeylənək və ora artilleriyaya yönəldək, o artilleriya vursun. Biz geri qayıdan vaxtı bunlar sistemə bizi görürmüşdür. Bizi buraxırlar ki, dərinliyə gəlsinlər. Elə bir ki, biz baskın elədiyimiz yerdə onlar bizə pusu atsınlar. Onlar bizi görürmüşdür. Biz geri qayıdan vaxtı bunlar görürlər ki, biz də artıq onların içində yox, geri çəkilmişik. Bunlar başladılar bizə pusu atmağa. Pusu atan vaxtı 2 gizir yoldaşımız qüvvədən vuruldu, ayaqlarından vuruldu. Bir də mənim bir müddətdən artıq vardı, Xudiyə Murad. O da vuruldu. Rabitədə əlaqə çıxdı ki, bir zirvəmiz var, 2 aşram. Aşram biz yaralıya deyildi, zirvə isə şəhidə deyildi. Həmən o Xudiyə Murad isə mən şəhid kimi verdim. Çünki onu gördüm ki, güllə ona dəydi, o yıxıldı. Yıxıldı və dərbənmədi. Amma onu açıq yerdə, onu çıxarda bilmirik. Ona görə dedi ki, bu artilleriya oranı vursun, sakitçili olan kimi biz oradan şəhidimizi çıxardaq. Yəni, bizim hazırki atışma vəziyyətində oraya girməyimiz özü bir ağılsızlıqdır ki, gedəcək vuracaq. Bu yaralılara bir ağac vardı, qurban vallahi, yekə bir yoğun bir ağac vardı. 13-14 nəfərimiz hamımız yığılmışıq o ağacın arxasında. Vurduqlarda ağaca dəyir. Elə bil ki, o ağac bizim üçün bir qalxan idi. Biz o yaralılara tibbi yardımı göstərdik. Bir yarım saat olar keçmişdi. Mənim məruzə elədiyim şəhid gördüm, gəlir. Gəlir, əlində tutub başının arxasından, dedim, Xudiyev, mən səni şəhid kimi məruzə eləmişəm. Dedi, komutan, ölürəm.
Baxdım ki, güllənin kaskasında qalıb. Başına girməyib, kaskada qalıb, udar onu necə vurmuşdusa, udar onu yıxmışdı. Bugünkü gündə də onun vəziyyəti heç də yaxşı deyil. Öz-özündən gedir, beyin gedir. Yəni, heç də vəziyyəti yaxşı deyil. Allah ona da şəfa versin. Şəfa versin. Bunu rabitədə əlaqəyə çıxdıq, kod adı Xızrı idi. Xızrı ilə əlaqəyə çıxdıq. Xızrı da həm komandirdir o da, həm döyüşür, həm yaralıları təxliyə edir. Yəni, onun şücaəti həddindən artıq çox böyükdür ki, bizim bugünkü də həyatda qalan qazilərimizin bir çox hissəsi bəs onun sayəsindədir ki, onun göstərdiyi şücaət. Yəni, meşədə, qaranlıqda maşın sürmək işıqsız çox çətindir. Həddindən artıq çətindir. Tembol özdə hər bir tərəfimiz düşməndir. Yəni, sən